bu işe başlayanda bizim cəmi 3 dənə nəqliyyat vasitəmiz var idi. Bu 17 il ərzində 80-ə yaxın nəqliyyat vasitəmiz var. Mən Azad Səfərov Malikoğlu 2008-ci ildə Kristal 2008 evimizin təsis etmişəm və bu günə qədər də beynəlxalq daşıma fəaliyyətindən məşğuluq. 2008-ci ildə bu işə başlayanda bizim cəmi 3 dənə nəqliyyat vasitəmiz var idi. Hollandiyadan gətirmişdik və 2 nəfər əməkdaşımız var idi. Bu 17 il ərzində 80-ə yaxın nəqliyyat vasitəmiz var. 100-ə yaxın əməkdaşımız var. Yəni bu illərdə biz təbii ki, çox çətinliklərdən keçdik. Amma şükürlər olsun bu səviyyəyə gəlib çata bildik. Təbii ki, beynəlxalq daşıma çox məsuliyyətli bir işdir, eyni zamanda çox maraqlı bir işdir. Bu günləri yaradılan şərait imkan verir ki, biz yenə də inkişafımızı davam eləyək, dünya bazarlarına çıxışımızı təmin eləyək. Bizim daşıdığımız məhsullar əsasən ixracda kənd təsərrüfatı məhsullarıdır, idxalda qida məhsullarıdır. Bunların vaxtında çatdırılması çox vacibdir və eyni zamanda çatdırılma dövründə temperatur rejiminə çox ciddi nəzarət olunmalıdır. Çünki kənd təsərrüfatı məhsulları hamısı temperatur rejimində gedir, qida məhsulları da eyni qaydada. Yəni, ona görə bizdə GPS izləmə cihazları var hər bir nəqliyyat vasitəsində. Və demək olar ki, 24 saat bu prosesə nəzarət olunur ki, hər hansı daşıdığımız məhsulda problem yaranmasın. Təbii ki, gündəlik nəqliyyat vasitəsinin olduğu yeri biz görürük və müştəriyə gündəlik məlumat veririk ki, nəqliyyat vasitəsi hardadır və nə vaxt çatacaq, nə vaxt məhsulunu təhvil ala biləcəkdir. Bugünkü gün çox yaxşı bir şərait yaranıbdır, şəffaflıq təmin olunubdur. İstər icazə blanklarında, istər digər məsələlərdə çox böyük irəliləyişlər var, şəffaflıq var. Sevindirici bir haldır ki, bugün biz ölkə olaraq bir neçə ölkə ilə artıq elektron mübadiləsi gedir, elektron icazə blankları verilir. Bu da bizim işimizi kifayət qədər asanlaşdırır. Bir neçə il bundan öncə Azərbaycanda 3400 beynəlxalq daşımada nəqliyyat vasitəsi var idi. Bugün 14300-dür, səhv eləmirəmsə də rəqəm olaraq kifayət qədər artıqdır bir qısa bir müddətdə. Bu da onu göstərir ki, bizim daşıyıcı şirkətlərin artması deməkdir. Bu da sevindirici bir haldır. Bizim nəqliyyat vasitələrinin artırılması və digər bazarlara çıxmamız çox vacibdir. Bir neçə il bundan öncə bizim istər 2 tərəfli, istər 3 tərəfli daşımalarda bazar payımız çox az idi. Bu günləri biz regionun demək olar ki, qabaqcıl ölkələrindən heç də geridə qalmırıq, yəni bazar payından. Çünki bu yaradılan şərait bunu bizə təkan verdi ki, biz bundan istifadə elə və bu bazar payımızı artıraq. Əsasən də 3 tərəfli daşımalarda bazar payımız kifayət qədər artıb və inşallah ki, artmağa da davam edəcəkdir. İş adamlarına tövsiyəm odur ki, qorxmasınlar və bu sahəyə investisiyalar yatırsınlar, investisiyalar cəlb eləsinlər. Çünki bu sahə çox vacib bir sahədir ölkə üçün, ölkə iqtisadi üçün. Bizim nə qədər nəqliyyat vasitələrimiz artsa, o qədər bazar payımız artacaq və təbii ki, bazar payımız artanda bizim qeyri ölkələrin daşıyıcı şirkətlərindən istifadə cəlb eləməyimiz kifayət qədər azalacaqdır və təbii ki, bu ölkədən valyuta çıxışının qarşısını alır kifayət qədər və o valyutamız da ölkəmizdə qalar və ölkəmizin inkişafı üçün istifadə olunur.